Qayıtmağa son 4 gün. Həyatının baş qəhrəmanı ol. Treyningdə necə hiss edirsən sualını verdikləri zaman cavabım belə idi. Sanki bir kitab yazmağa başlamışam, əsas obraz mənəm və ətrafımdakı hər şeyi ən yaxşısı ilə seçir, ən gözəlini yaradıram. Ümumiyyətlə həyatınızda yeni səhifə açmaqdan qorxursunuz. Mən qorxmuram deyəsən. Başladığım bu kitabın son 4 səhifəsi qalıb artıq. Bu yaşıma qədər yazdığım və ən sevdiyim kitab. Çoxlu sevgi, biraz drama, xoşbəxtlik, çoxlu təcrübə, minlərlə yenilik, biraz qorxu və təəssüf, ümumilikdə isə gülüş dolu. Gözəl olan hər şeyə aşıq olan biri olaraq, otağımı dekorasiya etməyi hər dəfə təbii güllərlə rəngləndirməklə başladım işə. Gətirdiyim yeniliklərdən olsa gərək, hər kəs evi ev kimi hiss etdirirsən deyirdi. Hələ şəhəri ilk kəşfə çıxanda, gəlmədən öncə olan qorxularımın azaldığını və potensialımı daha dərindən kəşf edəcəyimi hiss etmişdim sanki. İlk həftədən universitetlərlə əməkdaşlıq üçün danışmağa başlamaq, rutinlər yaratmağım, kəşf etməyim və daima işləməyim həm məni yaxşı hiss etdirir, Həm də ətrafımdakı insanlara ilham olduğumu görə bilmək həyəcanlandırırdı. ən son günə qədər gəldiyim üçün yaxşı şey deyirəm. Başqalarının seçdiyi yolu izləmədiyim, sınamağı seçdiyim üçün. Biznesi, normal gəliri olan, daha böyük işlər görmək potensialı olan biri kimi, əksəriyyətin layihə ilə bura gələcəyimə təəccüblənməsi, Mənim isə indiki yaşda və indiki enerji ilə etmək istədiyim, qazanmaq istədiyim təcrübələrin fərqli olması idi əslində bunu yaradan. bir şey etmək istəyirsinizsə, indi edin. Daxili motivasiyanızı tapın və onu mütləq izləyin. Bu videomun belə çox qısa müddətdə təsir qalacaq sizdə. Ona görə istəklərinizə və hal-hazırda edə biləcəklərinizə, sizə nəyin ilham verdiyinə və sizi davamlı olaraq həmin iş üzərində işləməyə nəyin təşviq edəcəyinə diqqətlə baxın.